Vətəndaş narazıdır, deyir yata bilmirəm. Şirkət isə deyir ki, neyniyim, başqa çıxış yolum yoxdur. Xırda bir səsdən əsəbləşirəm, onu heç dayanmaq olmaz, gəlib başını götürüb qaçasan. Bu gecə yatmıyorsa səhər işdən nə tər işləyəcək? Tormozu basmadı, maşından avariya elədi. Bildirirlər ki, yük maşınları şəhərə gündüz daxil ola bilmədiyi üçün məcburuq ki, işlərimizi axşam saatlarına görə. Elə bir tərəfdən sərəncamları veriblər, orada ev tikildi, burada obyekt tikildi. Paytaxtda çox mərtəbəli binalar tikilən əksər yerlərdə işlər səhərə qədər davam edir. Xüsusən ağır tonajlı avtomobillər səhərə qədər çalışırlar və bu da təbii ki, vətəndaşların xoşuna gəlmir və deyirlər ki, biz səsdən yata bilmirik. Elə eləməzlər ki, sakinlərin narahatlığına səbəb olmasın. Mən evdə xırda bir səsdən əsəbləşirəm, onu heç dayanmaq olmaz, gəlib başını götürüb qaçasan. Traktordur, buldozer, bunların səsi bunu günüz eləyərlər, nəinki gecədə. Gecə belə sakit işlər görsünlər. Suvaq işləri, kərpiç işləri, nə yüngül işlər görsünlər. Bu gecə yatmıyorsa səhər işdən nə tər işləyəcək? Səhər o işdən normal işləyə bilmirsə, onun işinin nəticəsi nə olacaq? İşdə səhvləri çox ola bilər, təhlükəli işdə işləyirsə xətası ola bilər, yuxulu adamdır. Vaxtında tormozu basmadı, maşından avariya elədi. Bunun təqsiri deyil, o gecə işlərinin təqsiridir. Yəqin ki, bütün respublikada gedən tikintilərlə əlaqədar məlumatımız var ki, yəni yüksək tonajlı texnikalar şəhər ərazisinə gecə saatlarında buraxılır, saat 10-dan sonra. O səbəbdən də biz məcburuq ki, bu işləri, daşınma işləridir, beton işlərini gecə saatlarında həyata keçirək. Elə olur ki, səhər saat 5-ə, 6-ya kimi çəkir. Bunun tikinti ilə bağlı olan hissəsini mən başa düşürəm. İnsanların narahatlığını da başa düşürəm. Bizdə Xırdalanı misal götürək. Xırdalanda 2 maşın bir-birinin yanından keçir, 3-cü maşın keçməyə yer yoxdur. Yəni bu şəhər salmanın özünə bir ciddi qüsura yol verdi. Ona görə də indi şəhərin içinə elə qərar gəlib ki, yük maşınları gündüz buraxılmasın. Yəni biz küçəyi böyük eləməliyik ki, bu yük maşını gəlsin. Dünyanın harasında deyil, bu dar olan yerdə belədir. O çıxış yolu, mən hesab edəmirəm o çıxış yolu. Yerdə hakimiyyət orqanları, deyək Bakı şəhər icra hakimiyyəti, rayon icra hakimiyyətləri elə bir tərəfdən sərəncamları veriblər, orada ev tikildi, burada obyekt tikildi. Qırmızı xətlərin üstündə obyektlər tikilib, sonra da bəhanə edilir ki, böyük tonajlı maşınlar gələndə nə bilim bir rulo filan. Ona görə bu məsələlər yığışdırılmalıdır. Müəyyən istisnaları mən başa düşürəm. Müəyyən tədbirlər olur, dövlət tədbirləri olur, digər məsələlər olur, hə, bunlar başa düşülür. Amma da qanunsuz tikililərə icazə verə sonra deyək avtomobillər gəldi, mane oldu bu buraxılır. İkinci bir nəzarət olmalıdır.